Bugün dünyaya baxışda Yaponiyada son 100 ilin ən qüdrətli zəlzələsi nəhəng tsunamilə yaradıb. Yüzlərlə ölən var. 11 mart Böyük Xalq Günü virtual təşəbbüsünə cavab verən gənclər Bakı küçələrində aksiyalar keçiriblər. Liviyada Qəzzafiyə sadiq qüvvələr üsyançıları geri çəkilməyə məcbur edir. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Yaponiyada son 100 ilin ən böyük zəlzələsi tsunamilərə təkan verərək ölkənin şimal-şərq sahilləri boyu yaşayış məntəqələrini yuyub aparmış və çox sayda adamın ölümünə səbəb olmuşdur. 8,9 bal gücündə zəlzələ ilə bağlı bütün sakit okean boyu ərazilərdə tsunami xəbərdarlıqları verilib. Bu ərazilərə Cənubi Amerika və Birləşmiş Ştatların qərb sahil bölgələri daxildir. 10 metr hündürlüyündə dalğalar Yaponiyanın sahil ərazilərini suya qərq edərək külli miqdarda ziyan vurub. Televiziya kadrlarında palçıq selinin maşınları, binaları və tonlarla dağıntını apardığı nümayiş etdirilir. Zəlzələnin epicentri Miyagi prefekturasının inzibat mərkəzi Sendai'ya yaxındır. Xalqa müraciət edən Yaponiya baş naziri Naoto Kan deyib ki, onun hökuməti zərərin miqyasını kiçiltmək üçün əlindən gələn edəcək. Vaşinqtonda ABŞ prezidenti Barack Obama Yapon xalqına başsağlığı verib. Qüdrətli zəlzələ Yaponiyanın şərq sahilindən 125 km şimal-şərqdə 10 km dərinlikdə baş verib. Zəlzələ Tokyoda binaları silkələmiş, kütləvi nəqliyyat vasitələrinin dayanmasına səbəb olmuşdur. Zəlzələnin ardınca bir neçə titrəyiş baş verib. Bugün 11 mart Böyük Xalq Günü virtual təşəbbüsünün nəticəsi olaraq Azərbaycanda etiraz aksiyaları başlayıb. Metro stansiyalarının çıxışlarında, meydanlarda, əhalinin sıx olduğu küçələrdə ciddi polis nəzarəti olmasına baxmayaraq, gənclər bir neçə nəfərlik qruplar şəklində etirazlarını bildiriblər. Bəhriyat! 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 Etirazlar əsasən 28 may metro stansiyasının qarşısında, Cəfər Cabbarlı meydanında, Neft Akademiyasının ətrafında, Səməd Vurğun bağında və Nizami küçəsində qeyd alınıb. Polis onlarla gənci saxlayıb. Saxlananlar arasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, ADP Gənclər Təşkilatının sədri Cəmil Quliyev və digər gənclər təşkilatlarının fəalları var. İnsidentlər zamanı etirazçılara qarşı ağrıdıcı fənlərdən istifadə edilib. Azadlıq Radiosunun fotoreportyoru Abbas Atila isə üzündən zərbə alıb. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da gəncləri müdafiə üçün Cəfər Cabbarlı meydanına gəlib. Cavanlar dəstəsi var, olanlar bir-birləri hamısı arxadırlar. Birinci hökumət xalq gününə reaksiya verdi. Çox sağ olsunlar. Yalnız Milli Məclisin dəstəyi lazımdır. Mən çox şadam. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı. Çox şadam. Bu gün siz də dəstək vermisiniz. Birinci sizdən qabaq hökumət dəstək verir xalq gününə. İkinci isə kim verir? Üçüncü isə hüquq müdafiəçiləri. Həbslərlə maraqlanasınızmı Mirvari xanım? Əlbəttə ki. Mən birinci sabahlar Müsavatın da mitinqini iştirak edəcəm. Yazmışam və bu günlərimi səhər-səhərdə müşahidə aparmışam. İndi də oradan xeylə piyada gəzmişəm və hamınıza o cümlədən də mənim polisimə təşəkkür edirəm. 28 mayda çox idi. Neftçilərdə, Qara-Qarayevdə, metroların çoxsunda var. Allah onların canını sağ eləsin. Çox sağ olsunlar. Mən yadıma saldım, heç qorxmasınlar. Hərəkət başlayanda 88-ci ildə biz də o gündəydik. Amma qorxmaq lazım deyil. Haqqını müdafiə edən Allah da qoruyur. Bir neçə gün öncə bir qrup gənc Facebook sosial şəbəkəsində 11 mart Böyük Xalq Günü qrupu yaradıb. Qrup martın 11-də hökumətin siyasətinə etiraz olaraq keçiriləcək virtual aksiyada iştirak etmək üçün 46 minədək insana dəvət göndərib. Azadlıq və demokratiya tələbi etirazçıların başlıca şüarları olub. Etiraz aksiyasını ATƏT-in baş ofisinin monitoring qrupu diplomatik missiyaların təmsilçiləri izləyib. Müəmmər Qəzzafiyə qarşı üsyan qaldırmış qüvvələr ölkə boyu uğradıqları ağır məğlubiyyətlərin ardınca geri çəkilməyə başlayıblar. Üsyançılar Şərqi Neft limanı Rassanovdan geri çəkiliblər. Bir vaxtlar şəhəri nəzarət edən üsyançılardan yalnız bir neçə qrup müqavimət göstərmək üçün şəhərdə qalıb. Üsyançılar Qəzzafi tərəfdarlarının əraziyə nəzarət ələ keçirmək üçün hava, yer və dənizdən hücum etdiklərini bildiriblər. Dünən üsyançıların rəhbərliyi Tripoli yaxınlığındakı Zaviyə şəhərinin bir neçə gün sürən müqavimətdən sonra yenidən Qəzzafi loyalistlərinin əlinə keçdiyini etiraf edib.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Liviyada əsl vətəndaş müharibəsinin başlandığını bildirir. BMT indiyədək münaqişə əsnasında 1000-dən çox adamın öldüyünü, 250 min adamın ölkəni tərk etdiyini təxmin edir. Günün xəbərləri bu qədər. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Əskər Möhsümoğlu sizinlə xudahafizləşirəm. Dünyaya Baxış proqramını 3w.amerikanansəsi.org-da izləməyi unutmayın.